Zəngin tarix, qədim mədəniyyət və dünya miqyaslı görkəmli şəxsiyyətlər. Azərbaycan dövləti hər zaman özünün tarixi kökləri və milli mənəvi dəyərləri üzərində ucalıb. Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan televiziyasına müsahibəsində xalqımızın bu böyük tarixi keçmişinə və sahibi olduğu milli sərvətinə xüsusi diqqət çəkib. Dövlət başçısı fəxrlə bəyan edib ki, Azərbaycan xalqı məhz bu dəyərləri ilə xoşbəxtdir. Müsahibədə qədim Naxçıvan torpağının Azərbaycan dövlətçilik tarixindəki müstəsna yeri və rolu da xüsusi vurğulanıb. Ölkə rəhbəri bu torpağın bəşəriyyətə və ölkəmizə qazandırdığı tarixi simalardan söz açaraq, Naxçıvanın Azərbaycan xalqının taleyini dəyişən dahi bir lider yetişdirdiyini diqqətə çəkib. Naxçıvan eyni zamanda Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi ulu öndəri bəxş edib. Prezidentin bu fikirləri xalqımızın öz böyük rəhbərinin və daxili potensialının sayəsində hər zaman ən çətin sınaqlardan uğurla çıxdığının növbəti təsdiqidir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin xidmətləri bugün də ölkəmizin gələcək inkişaf strategiyasının əsas təməlini təşkil edir. Dövlət başçısının bu ali mesajları həm də hər bir Azərbaycanlı üçün milli qürur və vətənpərvərlik rəmzidir. Tarixinə və daxili liderlərinə sahib çıxan Azərbaycan bu güclü mənəvi irslə gələcəyə doğru daha əmin addımlarla irəliləyir. Bütün bu bizim görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz və Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz fəxr edə bilərik tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə. Naxçıvan eyni zamanda Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi ulu öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma vətənə bağlılığı və eyni zamanda Naxçıvanın strateji yerləşməsi təkcə Azərbaycan üçün deyil, halbuki birinci növbədə Azərbaycan üçün. Bugün böyük coğrafiya üçün Naxçıvanın imkanları və yerləşməsi və burada icra olunan və olunacaq layihələr böyük əhəmiyyət kəsb edir.